Hər kəsə salam əzizlər. Deməli bugün monitorinq imtahanı oldu. Gəlin bir yerdə həllərinə baxaq. Deməli birincidə oxşar toplamları islah edir. Onda yazırsınız ki 4-dən çıxılsın 16. -6-nı ilə vursaq -6 eləyir. -6-nı 7-yə vursaq -42 eləyər. Burada 4 ilə 6 çıxanda -2 eləyəcək. -16-dan da 42-ni çıxanda eləyir -58. Deməli 1-də oldu B variantı. İkincidə deyir ki binanın lifti 0-cı mərtəbədədir. 2 mərtəbə aşağı enir. 0-dan 2-ni çıxsaz neçə eləyər? Onda eləyər -2. Sonra deyir ki 7 mərtəbə yuxarı qalxır. Onun üzərinə 7 gəlirdi, eləyirdi 5. Sonra 4 mərtəbə aşağı inirsə 5-dən 4-ü çıxardınız. 1 cavab olardı B variantı. 3 kongruent kvadratın yan yana qoymaqla alınan ABC düzbucağının sayısı 75-dir. Onda burada 3 dənə bərabər kvadrat var. Üçünün bir yerdə sayısı 75-dirsə, birinə düşəcək 25. 25, 25. Kvadratın sayısı 25 isə tərəfi neçə olar? 5 olar. İndi baxın, kvadratın tərəfi 5-dirsə, onda mən bunu bu şəkildə göstərim. Burada nəzərinizdə olmalıydı ki, perimetr deyəndə bu xəttləri nəzərə almamalısınız. Ancaq kənar xəttlər. Burası 5-dir, buradan burası 15-dir. Perimetrini tapanda nə edir? Düzbucağı 2 vurulsun, A üstə gəlsin, B yazırıq. Yəni 2 vurulsun, 5 üstə gəlsin, 15 yazmalıydınız. 5 üstə 15 gəldim, 22-yə də vursam 40. Cavab olardı D variantı. Burada düz prizma oturacağı katetləri 8, 6, 10 düzbucağı, üçbucaqda tam səthin sayısını soruşur. Burada S tamı tapmaq istəyirdiksə, yazırdıq P oturacaq vurulsun, hündürlük üstə gəlsin, 2S oturacaq. Bu bizdə prizmanın tam səthin sayısıydı. P oturacağı tapsaydı 8, 6, 10. Bunları toplayardınız, eləyərdi 24. Vurulsun. H-ımız neçədir? 4-dür. Yazıram bura 4 üstə gəlsin. 2S oturacaq yazmışam. 2 vurulsun. S oturacağımız nədir? Düzbucaqlı üçbucaq. Üçbucağın sayısını tapanda nə edirdik? Katetlər arasını yazırdıq. 8 vur 6 bölünsün 2. Bu bizə nə verir? 24. Onda yazacağım bura 2 vurulsun 24. Burada 24 4-ə vurdunuz 96 elədi. 2-ni 24-ə vursanız 48 eləyər. 96-nın üstə 48 gələndə bizə verəcək 144. Cavab olacaq da A variantı. 55-ci sualda bizə deyir ki, 6-cı siniflərdə oxuyan ailə şagirdlərin 20-si Robotexnika İnstitutundan, 26-sı bir dəqiqə orada olacaq bizdə. Bircə dəqiqə. 22-si, aha, 26-sı isə idman klubuna, 8-i isə hər ikisinə gedir. Burada biz bilməliydik, N-A-nın B-nin birləşməsini tapanda nə edirdik? 22-nin üzərinə gəlirdiniz, 26-nı çıxırdınız kəsişməni, yəni 8-i. Bu bizə nə verir? 40. Deməli, 40 dənəsi, 40 adam, 40 nəfər adam. Nə ilənsə məşğul olur. Heç məşğul olmayan tapmaq istəyirsinizsə, 50-dən çıxmalıydınız 40-ı. Bu bizə nə verərdi? 10 verərdi. İndi bizə də deyir ki, heç bir kluba üzv olmayan, yəni 10 nəfərin ümumi şagird sayını, yəni 50 nəfər nisbətini faizlə ifadələndə nə edirəm? Vururam 100-ə. Burada 100-dən 50 gedir, burada 2 qalır, onu da 2-yə vursaq eləyərdi 20. Deməli cavab olardı C variantı. 56-cı sualda deyir ki, üçbucaqların 2 tərəfi 5 və 7-dir. Onlarsa 3-cü tərəfi deyir. Burada üçbucaq bərabərsizliyini bilməliydiniz ki, 5 ilə 7-nin fərqi 2 eləyir, cəmi 12 eləyir. Varaqdan C variantı var, B variantı var. 57-ci sualda deyir, hər aya bərabər bölmə şərtlə qiyməti 273 manat olan paltonu 6 aylıq alır. 273 manat 6 aylıq alırsa 273-ü bölürsünüz 6-ya. Tapırsınız ki, bir aya nə qədər pul verir bu. 273-ü 6-ya bölsək bu bizə verərdi 45,5. Deməli, bir aya paltoya 45,5 manat pul verəcək. Digər tərəfdən 98,8 manat şal vardı. Bunu da 4 aylıq bölürsək, bir aya görə nə qədər düşər? Onu 24,7 düşər. İndi bu da deyir ki, hər iki məhsul üçün ödənişin eyni anda başlandığını nəzərə alırıq. Onda bir aya nə qədər pul verər? Bir aya deyirsə, şalvarla, belə deyək ki, paltonun bir aylıq qiymətlərini toplamalıydınız. Bu bizə nə verərdi? 70,2. Cavab olardı C variantı. 4, 5, 1, 7 rəqəmlərinin hər birindən bir dəfə istifadə etmək yazıla bilən 5-dən kiçik ən böyük onluq kəsir. Onu da bir qədər ulaşdırın. Burada 5-dən kiçik deyirsə, burada 5-dən kiçik ən böyük də 4. 4 ilə başlayarım. 4 ilə başlasaq, ən böyük ədədi yazmaq istəyirəmsə 7 yazacağım, sonra 5 yazardım, sonra 1 yazardım. Bunu da deyir ki, onu da bir qədər ulaşdır, onu da 1 buradadır. Bunu ulaşdırsaq neçə eləyərdi? 4,8 eləyərdi. Cavab olardı B variantı. 59-cu sualda riyaziyyat layihəsi üzrə bir ədəd radiusu 8 desimetr olan dairəvi kardon hazırlanıb. Dairəvi kardon, belə bir kardonumuz olsun. Və bir üzü rənglənməlidir. Bir balaca qab quaş boya ilə 3,5 desimetr kvadratın sayəsini bir qat rəngləmək olar. Qrup işi olaraq uşaqlar kardonun kənarlarından lent çəkirlər. Bunun üçün onlara ən azı neçə lent lazımdır? Baxın, burada bunun üzərindən lent çəkirəmsə, bu bir növ çevrənin perimetri, yəni uzunluğu deyək də. Çevrənin uzunluğu necə tapırsınız? 2 pi ilə. Yəni bizdən lentin uzunluğunu soruşursa 2 pi ilə tapmalıydınız. Çünki bu xəttin uzunluğunu soruşur bizdən. Burada da 2 vurulsun, pimiz 3-dür. Radiusu da verib 8. Bu bizə nə verəcək? 48. Deməli, cavab olacaq nə? D variantı olmalıydı.
60-cı suala baxsaq, kardonun üzünün bir qat rənglənmə bilməsi üçün 50 qap boya bəs edərmi? Cavabınızı əsaslandırın. Orada kardon dairəvi kardondur. Bunun üzünü rəngləmək istəyirəmsə, mən bunun içərisinə müdaxilə edirəm. İçərisinə müdaxilə edirəmsə, bu dairənin sahəsini tapmalıydınız. Dairənin sahəsini necə tapırlar? Pi kvadratı ilə. Pimiz 3-dür, radiusumuz da 8-dir. 8-in kvadratı edir 64. Bu bizə nə verəcək? 192. Bunu tapdıq. İndi 50 qap boya deyir. 50 qap boya deyirsə, bir boyadakı nə qədərdir? 3,5-dir də. Onda 50-ni vurardınız 3,5-ə. 50 dənə boya, hər biri 3,5-dən. Bu edir 175 desimetrin kvadratı. Burada fikir versəz əgər, bizə lazım olan 192-dir, amma 50 boya 175-dir. 192 175-dən böyük oldu. Onda çatacaqmı? Təbii ki, çatmayacaq. Onda yazırsınız ki, 50 qap boya çatmaz. Bu sualı bu şəkildə ətraflı yazmalıydınız ki, tam bal ala biləsiniz. 61-ci suala baxsaq, bizə deyir A-mız 60-dır. 3 bucağı çəkilib bizim üçün. B-miz 55-dir. Bizdən MK 3 bucağının böyük bucağı neçə dərəcə olar? Fikir versəz, bunlar konqurentdir. Konqurent nə edir? Üst-üstə düşsün. Bərabər 3 bucaqlardır. Bura 60-dır, bura 55-dirsə, bizdə nə qədər elədi? 115 dərəcə elədi. 115 dərəcə edirsə, bura nə qalacaq? 65 dərəcə qalacaq. Bunun ən böyük bucağı elə bunun ən böyük bucağı olacaq. Çünki konqurent olduğuna görə cavab B variantı olmalıydı burada. Sonra 62-ci sualda deyir 6A sinifindən oxuyan 6 şagird arasında il ərzində oxuduqları bədii kitabların sayı ilə bağlı sorğu keçirilmişdir. Sorğuda iştirak edən şagirdlərin cavabları sütunlu diaqramda qeyd olunub. Diaqrama əsasən modanı soruşur bizdən. Burada bircə dəqiqə məndə şəkil olmalıdır. Onun saylarını görə bilirəm, yaxşı. Burada səhv etmirəmsə bu 8-dir. Bu 4-dür. Bu 12 olmalıdır. Bu yenə 4-dür. Ümid edirəm düz yazıram. 0, 2, 4. Yoxsa 6-dır. 6-dır. Bura 4-dür. Bu isə 2 olmalıdır. Burada ən çox təkrarlanan düz yazdımsa 4 olacaq. Ümid edirəm düz yazdım. Sonra 63-cüyə baxsaq, burada deyir ki, bizə anar qarışıq meyvə şirəsi hazırlamaq üçün 1200 ml portağal, 200 ml greypfrut və 100 ml alma şirəsini qarışdırır. O, bu şirələrin miqdarları arasındakı nisbəti eyni saxlayaraq qarışıq meyvə şirəsi hazırlamaq üçün növbəti dəfə 900 ml portağal şirəsi istifadə edir. O, ikinci dəfə neçə ml qarışıq meyvə şirəsi əldə edir. Bizdə ümumilikdə birinci halda meyvə şirəsi hazırlamaq üçün 1200 üstə gəlinsin 200 üstə gəlinsin 100. Yəni 1500 ml belə deyək ki, şirə hazırlamalıdır. İndi orada deyir ki, o bu şirələrin miqdarları arasında nisbəti eyni saxlayır. Nisbəti eyni saxlayırsa və portağal əlavə edir də. Baxın, portağal əvvəl nə qədər əlavə edirdi? 1200. Gəlin görək 1200-ün 1500-ə ümumi nisbəti nəyə bərabərdir? 4 bölünsün 5-ə bərabərdir. Deməli 5-də 4 nisbətindədir. İndi bu adam ikinci dəfə alınan ümumi şirənin belə deyək ki, x-la işarə eləsəm, həmin bu x-in ümumi şirənin 5-də 4-ü qədər portağal əlavə eləyəcək. Yəni 900-ə bərabər eləməliydik bunu. Buradan 5-də 4 x-imiz bərabərdir 900-dürsə, x-i tapanda nə edirsiniz? 900-ü vurursunuz 4-də 5-ə. 900-də 4-də 5-ə vursaydınız 1125 alardınız. Bir də deyirəm, burada nisbət eyni qalır deyə bizdə əvvəl 1200 portağal var idi. Ümumi isə 1500-dür. Nisbət nə qədərdir? 5-də 4. Deməli, növbəti dəfə də 5-də 4, ümumi şirənin 5-də 4-ə qədər portağal əlavə eləyəcək. Ümumi şirəni bilmirəm. 15-də 4 900-ə bərabər olmalıdır. Bunu da həll edəsək, tapdınız 1125. Sonra orada 64-cü suala baxsaq, əgər 64-cü sualda 108 bölünsün, mənfi üçün kvadrat neçə eləyər? 9 eləyər, üstə gəlsin. Mənfi 4-ün orada deyəsən kubu yazılıb da, düzdürmü? Kubu, aha, o bizə mənfi 64 verir. Üstə gəlsin 5-in kvadratı 25 eləyir. 108-i 9-a bölsəz 12 eləyir. Üstə gəlinsin mənfi 64, üstə gəlinsin 25 yazırıq. 12 üzərinə 25 gəlsəm 37 eləyər. 37-nin üzərinə də mənfi 64 gəlsək, mənfi 27 eləyərdi. Cavab olardı C variantı. Sonra 65-ci sualda cədvəldə Musanın 5 ərzində qazancı verilib. Bu 5 ərzində Musanın orta aylıq qazancı neçə manat olub deyirsə, çox sadə sualdır. Sadəcə toplayırsınız, 5-ə bölməlisiniz. Burada 1100 üzərinə gəlinsin 1200, üstə gəlinsin 1300, üstə gəlinsin 1100, üstə gəlinsin 1500 yazırdınız. Bunu da bölməlisiniz 5 ay olduğuna görə 5-ə. Bunu da böləndə 1240 alacaqsınız.
hesablamıram artıq, bax getməsin. Cavab olacaq C variantı. 66-cı suala baxsaq, iki dost hər birinin qiyməti A manat olan 3 ədəd konstruktor dəsti almaq istəyir. Konstruktor dəstinin ümumi məbləğinin 21 manatını birinci dost, qalanını isə ikinci dost ödədi. İkinci dostun ödədiyi məbləğ nə qədərdir? Burada nəyə fikir verin? Hər birinin qiyməti A olan 3 ədəd konstruktor dəsti almaq istəyirsin. Ümumi verilmək istədiyi pul nə qədər olacaq? 3A. Bu ümumi məbləğdir. Bunun da ki, ümumi məbləği 21 manatını birinci dost verirsə, deməli 3A çıxılsın 21 qədər ikinci dost verəcək. İkinci dostun ödədiyi məbləği göstərən ifadədən soruşursa 3A çıxılsın 21 oldu. Cavab oldu A variantı. Bir daha baxın, bir də. 3 ədəd konstruktor dəsti almaq istəyirsə, deməli 3A pul verdi. Bir konstruktor dəstinin ümumi məbləğinin 21 manatını birinci dost veribsə, deməli 3A çıxılsın 21-də bizdə ikinci dost verdi. 67-ci suala baxsaq, bir elektrik hərbinin qiyməti eyni olan 100 ədəd lampaya 60 manat ödədi. Lakin bu lampalardan 20-si istifadə üçün yararsız oldu. Bu alış-verili elektrik nə qədər ziyan etdi? Baxın, 60 manat ödəyibsə 100 ədədinə, gəl görək bir dənəsini nə qədər ödəyir? 60-ı bölürsüz 100-ə, bu edir 0,6 manat. Bu da 20 lampaya belə deyək ki, ziyan eləyirsə, onda 0,6-nı vurmalısınız 20-yə. 0,6-nı da 20-yə vuranda nə alınır? 12. Deməli, 12 manat orada ziyan eləmiş oldu. Sonra 68-ci suala baxsaq, oyunbaz kub şəkilli qutunun üzərinə kənar çevrəsinin radiusu 30 sm olan halqa qoyub ifasını təqdim edir. Oyunbaz halqanın ən yuxarı nöqtəsində dayanır və onun halqanın üzərindəki ayağının yerdən hündürlüyü orada 60 sm yazıb səhv etmirəmsə, bircə dəqiqə. Şəkillər o qədər aydındır ki, dəhşət dərəcədə oxumaq olmur. Burada da görünmür təəssüf ki. Yəni ki 60-dır, 80-dir yoxsa. Onu artıq bilməyəcəm. Yəqin ki 80-dir amma. Böyük ehtimal ki burası 80 olacaq. Buranı da 30 verib də. Aha, 30 olarsa bizdən nəyə soruşur ki? Kub şəkilli qutunun tinin uzunluğunu tapın. Burada bu hündürlüyü tapmaq istəyirsinizsə nə edirsiniz? Baxın, bu radiusu 30-dursa, bu buradan bura kimi hündürlüyü tapsaz, buradan bura kimi hündürlüyü nədir? Diametrdir də. Diametr neçə eləyir? 60. Buranı tapdınız 60. İndi orada kubun da tilini soruşursa, buradan bura neçədir? 80-dir. 60-ı bu çevrədirsə, tilinə nə qədər qalacaq? 20 dənə qalacaq da. Deməli, cavab olmalıydı 20. Asan sualıymış. Sonra 69-cu suala baxsaq, A və B şəhərlərinin qarşı-qarşıya avtobus, minik avtomobil yola düşür. Avtobusun sürəti 80, avtomobilin sürəti 90-dır. Biz bilirik ki, qarşı-qarşıya gəlirlərsə sürətlər nə olur? Toplanır. Onda V-ni tapanda 80 üzərinə 90-ı gəlməliydiniz. Bu sizə nə verərdi? 170 verərdi. 3 saat sonra onlar arasındakı məsafə 50 olur. Bu 3 saat sonra bunlar gərək ümumilikdə nə qədər yol gedir? Onu tapmaq üçün nə edirsiniz? 170-i vurarsınız 3-ə. Eləyər neçə? 510. İndi 3 saat gedib, onlar arasında elə məsafə 50 qalıb. 510-un gediblər. 50 hələ qalıbsa, üstə də 50-ni gəlməliydiniz. Bu bizə nə verərdi? 560. Cavab olardı C variantı. 70-ci suala baxsaq əgər. Deyir, gün ərzində restoranda satılan təbii meyvə şirələrinin sayı haqqında məlumat cədvəldə verilib. Burada bu şəkildə yazıb. Portağal 84, alma 48, ananas 24-dür. Burada deyir ki, cədvələ düzəldilmiş piktoqramda sual işarəsi yeni yazacaq variantı müəyyənləşdir deyir. Burada baxaq görək bunu necə yazmaq lazımdır. Asan bir sual oxuşur əslində. Ananas 24-dür, 2 dənə stəkan var. Deməli, bir stəkan nə qədər tutur? 12 tutur. Burada alma şirəsi 48-dir, 4 dənə stəkan var. Burada yenə 12 olur. İndi 84-dürsə 84-ü bölərdiniz 12-yə, tapardınız ki 7 dənə stəkan olmalıdır. 7 dənə stəkan hansı variantda var deyə baxsaq. Baxaq görək 3, 6, 7 elə variantıdır. Burada 3, 6, 8 D variantı deyil. Vəssalam, son sualıymış bu da. Sonra burada baxsaq 70-dən sonra 72, 73, 74, 75 gəlir. 71-ci sual yoxdurmu? 71-ci sual burada atmamışam, baxaram axırda. 72-ci sualda deyir ki, Bakıdan Qazaxa qədər olan məsafə 425 kilometrdir. Və qrafikdə sabit sürətlə hərəkət edən sürət qatarının bu məsafənin qət etməsi təsvir edilmişdir. Sürət qatarının getdiyi yol zamanın düz mütəzib asılıdır.
İndi bu 425 kilometr məsafəni bizdə gedib 5 saata. Gedib də, düzdürmü? Bu 5 saata gedibsə, bunun normal sürəti nə qədər olmalıdır? 425-i bölərdiniz 5-ə. 425-i 5-ə bölsək neçə eləyər? 42-nin içərisində 5, 8 dəfədir, 5. Normalda bunun sürəti 85 km bölünsün saatda onda, belə çıxır. İndi bizə deyir, qatar sürətini 2 dəfə artıraq, sabit sürətlə hərəkət edərsə, Bakıdan Qazaxa çatmağa 3 saatdan daha az vaxt sərf edərmi? Bunun normal sürəti 85-dir. Sürəti 2 dəfə artırsa, 85-i 2-yə vurardınız, yazardınız 170. Bizə də ümumi məsafə 425-dir axı. 425-i bölməlisiniz 170-ə. Niyə bölürəm? Çünki biz bir ki, t-ni tapanda nə edirəm? S-i v-yə bölürəm də. 425-i də 170-ə bölsək 2,5 alınacaq. 2,5 saatda 3 saatdan az edirmi? Edir. Ona görə fikirlə razıyıq yazmalıydınız ki, fikirlə razıyıq. Yəni və yaxud da fikir doğrudur da yaza bilərsiniz. Qatar əvvəlki sürətdə 8 saatda neçə kilometr yol gedər deyir. Əvvəlki sürətdə 85-dir. 8 saatda yolda olursa 85-i vurardınız 8-ə eləyərdə 680 kilometr. Bu da asan sualdır. 74-75-ci sualda. 74-də deyir ki, məktəb həyətində kvadrat formasında qaçış meydançası var. Meydançanın ətrafında 3 tam dövrədən İbrahim 480 metr qaçdığı məlumdursa, meydançanın sahəsi neçə kvadrat olar? Burada 480 metr gedir və 3 tam dövrdə. Onda bir tam dövrü tapmaq istəyirsə 480 bölürsüz 3-ə. Elədi neçə? 160. Bizdə bir tam dövr 160-dır. Buradan fikir verin. Bir tam dövr deyirsə, baxın bu xəttdə irəliyir. Bu xəttdə nədir? 10 perimetridir. Kvadratın perimetrini necə tapırıq? 4 ayla. Bizdə 4 amız 160-dırsa, onda amız nə olacaq? 40 olacaq. Bizdən də ki, bunun sahəsini soruşur. Sahəsini tapanda onda yazırsınız 40-ın kvadratı. Çünki A kvadratı idi. Bizə verərdi 1600. 75-ci sualda bizə deyir ki, şəkildə təsvir olunan hündürlüyü 2 metr, diametri 6 metr olan silindr formalı hovuz tam dolarsa neçə metr kvadratı su tutar? Yəni bir sözün həcmini soruşur da sizdən. Yazırsınız pi kvadratı vurulsun h. Pimizi 3 verib, radiusunu tapsınız. Buradan bura neçədir? 6-dır. Diametri 6-dırsa radius neçə olur? 6 bölünsün 2, yəni 3. R-in kvadratını tapanda 3-ün kvadratı yazırsınız 9. Vurulsun. Hündürlüyümüz neçədir? 2-dir. Onu da yazıram vurulsun 2. 3 vurulsun 9 vurulsun 2 yazsaq əgər bizdə nəyə bərabər olar? 27 vur 2, 54 olar. Bu da belə. Düz yazdıqda orada 6-dır diametri. Onda pi kvadratı vurulsun h olur. Diametri 6-dırsa radius olacaq 3. Orada da oldu 3 vurulsun 9 vurulsun 2. O da bizə 54 verəcək. Bəli, düz yazdıq. Burada bir dənə arada qaçıb deyəsən 70-dən sonra 72 gəlir. 71 olmalıydı ama. Bircə dəqiqə ona baxım görüm varmı bizdə 71-ci sual. Çünki mən baxdım. 71-ci sual buymuş. Bircə dəqiqə 71-də göstərimsə. Mən bunu belə ataq buradan. Bircə dəqiqə göstərirəm indi. Aslında mən onu əlavə eləmişdim axı. 71-ci sual isə buydu. Bizə deyirdi ki, Muradın ağıllı saatı onun 6 gün ərzində hər gün atdığı addımların sayını müəyyənləşdirir. Muradın gün ərzində addım sayı hansı diaqramda düzgün göstərilib? Bu da asan sualdır əslində. Burada sadəcə baxmalısınız ki, hansı doğrudursa onu götürürsünüz. Burada birinciyə 3000'dir. İkinciyə 5000 olmalıydı. Üçüncüyə 7500'dür. Üçüncüyə 7500. Baxın burada 7000'dən 8000 arasıdır. Dördüncüsü 2000'dir. 2000 budur. Beşinci 4500'dür. 4000'dən 5000 arası deyirsə bura olacaq. Altıncıdakı səhv etmirəmsə 8000'dir. 8000'də deyirsə C variantı olmalıydı. Bəli. 71 asan sualıymış. C variantı olacaq. Video bu qədər idi. Nəticələrinizi kommentlərdə bölüşə bilərsiniz. Ümid edirəm köməyim dəyərsə.